Ey mənim gözəl xalqım, gözəl millətim. Baxın, kasıb olanda belə tapdalayıb gedirlər. Bax, varlı olan kimi, biraz pulu olan kimi tapdalayıb gedirlər kasıbları. Baxın, bax, mən bu günləri 102-yə məlumat verdim yolla bağlı. Çünki mənim yolumu kəsmişdilər. Nəyə görə? Mən asfaltdan evimə getməkdən ötəri hardasa bir 50-60 santı bura baxın, baxın. Görürsünüzmü? Gör nə qədər hündürdür. 50-60 santı, 70 santı mən hoppanıb keçməliyəm. Mən keçdim də, mən kişi xeylağıyam, keçdim. Bəs bu, baxın, buyurun. Bəs bu qadın xeylağı, bu körpə uşaqlarım var. Tək mənim yox ha. Burada 5-10 dənə ev var. Bu uşaqlar məktəbə gedir, biz zülüm çəkirik. Bunlara söz deyəndə də bu Yunus kimdirsə burada, sahə rəisidir, bu nə zibildir burada. Tanımırıq, bilmirik. Şərəfsizə söz deyəndə də deyir ki, biz beləyik, biz belə eləyirik. İndi buna bir riyad görsədən yoxdurmu ki, ay ağıllı ol, get işini gör. Bu 2 nəfərdə ölüm işi olub burada. 2 nəfər, 3 nəfərin ölüm var bu Yunusun adında. Bu rəhbərlik bu Yunusu yenə də burada saxlayır. Bunu niyə çıxardıb rədd eləmirlər, göndərmirlər ki, bu şərəfsizi? Heç olmasa bir dənə baş bilənin biri olsun, gəlsin otursun bu yol idarəsində, bu yolun çəkilişində kişi kimi, belə nətər deyim sizə, belə vicdanla iş görsün. Vicdansızlıq deyə bura baxın, görürsünüzmü? Mən yolu keçə bilmirəm, kişi. Mənim bax evim bax aşağıdadır. Mən buradan keçə bilmirəm. Mən şikayət eləyəndən sonra gətirib 2 kamaz bura qrabel töküblər. Buyurun, baxın. Qrabeldə elə belə töküblər, traktorla zırt-pırt eləyib o yan bu yan, baxın, buyurun, baxın. Buradan maşın, hansı ağıllı buradan maşın sürər? Kim sürər? Sən sürərsənmi? Mən sürərəmmi? Baxın, buyurun, baxın. Kim sürər buradan maşını? Bir mənə başa salan yoxdur ki, buradan maşın sürsün, ağıllı başlı, bir evimə keçim mən. Mən buradan zülümlə keçirəm evə. Bunlara bir riayət edən yoxdur. Bu Yunus həddini aşıb buradan. Həqiqətən həddini aşıb. Buna bir tədbir görən lazımdır.